Salam əziz həmvətənlərim. Mən Tofiq Məmmədov, Azərbaycan vətəndaşı, Yeni Zelandiyada qalan Azərbaycan vətəndaşıyam və həmçinin də Azərbaycan Xalq Parlamentinin milli vəkiliyəm. Mənə səs verənlərə təşəkkürümü bildirmək istəyirəm ki, siz mənə səs verdiniz və mən Azərbaycan Xalq Parlamentinin seçildim. Gördüyünüz kimi bu kanal yeni kanaldır. Və gördüyünüz kimi adı da Azərbaycan Milli Partiya kanalıdır. Bu mənim şəxsi kanalım deyil. Bu birbaşa siyasi bir kanaldır və bunun açmağı səbəbləri var. İnşallah getdikcə zamanla siz biləcəksiniz ki, məqsəd nə idi. Məqsəd sadədir. Azərbaycanda olan ağır, yəni kiminsə ağır həyatı varsa, mən istəyirəm ki, biz bu kanalda ictimailəşdirək və işıqlandıraq. Çünki Azərbaycanda mən istəyirəm ki, Yeni Zelandiyada olan həyat Azərbaycanda da olsun. Yəni demokratiya, təmizlik, normal şəkildə cəmiyyət olsun, normal şəkildə vaxtında pullarını versinlər, pensiyasıdır, uşaq puludur və s. Sizdən bir xahişim var. Bu kanala abunə olun və bilin ki, kim bu kanala abunə olursa, siz Azərbaycan Milli Partiyasının üzvü olursunuz. Və mən öz telefon nömrəmi sizə təqdim edəcəm, verəcəm və biz bu WhatsApp-la əlaqədə ola bilərik. Və nə problemləriniz varsa, xahiş edirəm, WhatsApp-la kontaktda olun mənimlə və birlikdə biz bu sizin problemlərinizi biz işıqlandıra bilərik. Canlı yayımda. Allah qoysa inşallah canlı yayımı biz istəyirdim bu gün eləmək, amma alınmadı. Çünki bayaqlarım ABA Media mən çağırmışlar və mən ABA Mediada iştirak elədim. Tofiq Yaqublu ilə bağlı, bir də Vidad İskəndərli ilə. Mən niyə görə bu günü seçdim? Əslində ki, niyə görə fikirləşsin, niyə görə mən bu günlərin bu kanalın açmağına yəni addımlar atdım. Çünki bu günlərim Vidad İskəndərlinin ad günüdür. 2 may 1962-ci ildə anadan olmuşdu. Sağ olsaydı Vidadinin 63 yaşı tamam olacaq idi. Allah ona qəni-qəni rəhmət eləsin. Vidadi bizim igidimizdir. Vidadi bizim qəhrəmanımızdır. Yəni Vidadini biz heç vaxt unuda bilmərik. Ona görə də bu kanalı mən ona həsr etmək istəyirəm. Allah ona rəhmət eləsin yenə də. Allah onu məkanı cənnət eləsin. Vidadi hər zaman bizimlədir və bizimlə də olacaq. Əziz həmvətənlərim, mən sizə öz telefon nömrəmi vermək istəyirəm. Xahiş edirəm, qeyd edin. +64 22 654 2404. Yenə də +64 22 654 2404. Bu mənim WhatsApp nömrəmdir. Yeni Zelandiya WhatsApp nömrəmdir. Ona görə də qeyd edin. Nə problemlər varsa, xahiş edirəm, kontaktda olun və canlı yayımlarda biz sizin problemlərimizi ictimailəşdirəcəyik. Əziz həmvətənlərim, sizə mən xoş gün arzulayıram. Gecəniz xeyrə qalsın. İnşallah Allah qoysa, gələn həftə ümid edirəm ki, cümə günü biz görüşəcəyik. Sağ olun.